2025'i 8'li enerjili büyük partlayışla, yani güclü dönüş, yükseliş, kefil şans artışı ve talihin keskin değişmesiyle başa vuracak bürcler bunlardır. Əqrəb, 2025'in son ayında Əqrəbin taleyində böyük sıçrayış görünür. Qapalı qalan yollar açılır, uzun müddət gözlədiyi bir xəbər bum effekti ilə gəlir. Pul, imkan, güc və nüfuz yüksəlişi çox kəskindir. Oxatan ilin son 2 ayında enerjisini maksimum zirvəyə qaldırır. Qəfil uğur, gözlənilməz təklif, maddi qazanc və həyatında tam dönüş yaradan hadisə baş verə bilər. Oğlağın 2025 finişi güc, mövqe, status və pul artışı ilə partlayıcı formada olur. Hədəflərinin bir neçəsi eyni anda reallaşa bilər. Ən çox karmik mükafatlanan bürclərdən biridir. Koç. Koç üçün ilin sonu ateş enerjisi kimi yüksəlir. Həyatında köklü dəyişiklik, sürətli irəliləmə, gözlənilməz uğur və taleyində kəskin dönüş gətirir. Şirşir 2025'in sonunda parlayır. Hem sosial hem de maddi sahədə güclü yüksəliş yaşanır. Bir müddətdir əngəl olan məsələlər birdən-birə çözülür və şir böyük səhnəyə çıxır. Qısa yekun. Əqrəb, Oxatan, Oğlaq, Qoç şir. Bu 5 bürc 2025'i ən güclü, ən partlayıcı dönüşlərlə, həm pulda, həm qismətdə, həm də taledə sıçrayışla başa vurur.